Galatasaray bu dəfə Niderland səfərindən uzaq çıxa biləcəkmi? Çünki komandanın rəqibi hazırda dərin krizisdə olan Ajax-dır. Siz kanalımıza abunə olun, biz isə bu maçın detallı analizinə keçək. İlk öncə gəlin başa düşməyə çalışaq ki, Galatasaray hansı rəqiblə oynayır. Nəyə görə mənim fikrimcə bugün Galatasaray üçün ideal şansdır ki, Galatasaray axır ki səfər oyunları uğursuzluğuna son qoysun və vacib bir qələbə qazansın. Çünki realistik olsaq Galatasarayın bundan sonraki iki səfəri Monakoya və Manchester City olacaq. Yəni yenə də nəzərə alırıq ki, biz həmişə misal üçün türk azarkeşləri İstanbulun nə qədər böyük faktor olduğunu vurğulayır və haqqına görə, amma eyni zamanda onu da vurğulamalıyıq ki, Galatasaray səfərdə çox bərbaddır. Məsələn üçün uzağa getməyərək ötən mövsümü götürək. Avroliqada Galatasaray 4 səfər oyunu, 4 ev oyunu keçirmişdi. Ev oyunlarının 4-ünün 3-ünü qalib gəlib, birini heçiş etmişdi qrup mərhələsində. Sonra azaltmaqla ikinci oyunda heçiş elədi. Yəni evdə 5 oyunda məğlubiyyət almadı. Bu mövsüm 2 ev oyunu hər ikisini qazanıb. Lakin səfərdə ötən mövsüm Galatasaray Avroliqada heç bir qələbə qazanmadı. Və bir məğlubiyyəti var idi, sonra da azaltmalardan darmadağın var idi. Həmin o bir məğlubiyyət Ajaxdan idi, xatırlayırsınızsa. Amma həmin vaxt Ajaxın baş məşqçisi çox maraqlı bir personaj olan Farioli idi. Farioli bu mövsüm çox möhtəşəm bir işi Portoda görür. Gəlin Ajaxla qısaca tanış olaq. Ajaxın bu mövsümdən yeni baş məşqçisi ötən mövsüm Arne Slot'un Liverpooldakı assistenti John Heitingadır. John Heitinga əslində Amsterdam təmsilçisinə böyük ümidlərlə gəlmişdi, daha doğrusu gətirilmişdi. Çünki Heitinga özü Ajaxın 17, 18, 20, 21 yaşlarda, hətta əsas komandasında ikinci məşqçi olmuşdu. Slot'un assistenti işləməyə getməmişdən öncə və Farioli ilə Ajax ötən mövsüm xatırlayırsa çox böyük uğursuzluğa uğradı. Ümumiyyətlə ötən mövsüm çox xaotik bir mövsüm keçdi Niderland çempionatında. Gah əvvəlcə PSV 7 xaldan artıq fərqlə öndə idi. Sonra Ajax fərqi qapadı və Ajax 8 xal öndə idi və necəsə Ajax sona 6 tur qalmış bu üstünlüyünü əldən verərək çempionluğunu da itirmiş oldu. Farioli özü də bunu şəxsi zərbə qəbul edərək komandadan uzaqlaşdı. Amma Heitinga'nın komandaya böyük ümidlərlə gəlişi hələ ki özünü doğrultmur. Çünki Ajax bu anda son maçı Twente üzərində olan səfərdə bir xaotik qələbədir 3-2. Hələ ki Heerenveenlə bu həftə sonu oyun oynayır. Biz həmin oyundan öncə bu verilişi çəkirik. Uzun sözün qısası burada Ajaxın 10 oyununda 5 qələbə, 4 heçə bir məğlubiyyət var. Bir tərəfdən o qədər də katastrofik nəticə deyil, amma nəzərə alsaq ki, Niderland çempionatında bu anormaldır. Hardasa Ajax normal qrafikindən 4-6 xal az yığıb. Digər tərəfdən Çempionlar Liqasında əlbəttə ki, Ajax olduqca bərbaddır. Komanda əvvəlcə Interə öz evində 0-2 hesabı ilə uduzdu. Deyə bilərik ki, Inter yeni baş məşqçi ilə olsa da yenə də son 3 mövsümdə Çempionlar Liqasında 2 dəfə finalına qatılmış komandadır. Amma Interdən sonra komanda darmadağın oldu Marseille tərəfindən və sonra da Chelsea hardasa yarı ikinci heyətlə Ajax'ı dayaq müdafiəçisi olan Kenneth Taylor'ın da qırmızı vərəq alması sayəsində 5-1 hesabı ilə çox rahat şəkildə görməzdən gələrək meydanda əzdi. Galatasaray üçün və xüsusilə Okan Buruk üçün çox önəmli bir maç, hansını ki Ajax'ı bir növ öyrənə bilər. Bu Marseille oyundu. Həmin maçda Marseille asanlıqla Ajax'ı məhv etdi və ilk 28 dəqiqədən sonra hesab yanılmamsa artıq 3-0 idi fransızların xeyrinə. Gəlin əlbəttə ki, Ajax'ın problemlərindən danışmazdan öncə, hansı ki kifayət qədər çoxdur, başa düşməyə çalışaq ki, Ajax ümumiyyətlə Heitinga rəhbərliyi altında nə futbol oynayır və Ajax'ın sonradan gücü tərəflərindən biraz danışaq və sonra kifayət qədər detallı şəkildə analiz etməyə çalışaq ki, onun zəif tərəfləri hardadır və hansı zəif tərəfləri Galatasarayın güclü tərəfləri ilə üst-üstə düşür. Yəni ideal şəraitdə ki, Ajax'ı Okan Buruk'un komandası eksploatasiya etsin. İlk olaraq onu deyək ki, gördüyünüz kimi Ajax 4-2-3-1 taktikasıyla oynayır. Bu bəzən 4-3-3 taktikasına çevrilir. Lakin Heitinga'nın əsas oyun fəlsəfəsi 4-3-3 idi oyun mövsümün əvvəlində, amma sonradan o 4-2-3-1-ə keçdi. Çempionlar Liqasında ilk 2 oyunda 4-3-3 oynadı. Xüsusilə Marseille darmadağından sonra artıq bir qədər praqmatik, bir qədər ortanı doldurmaq üçün personalla, oyuncularla Heitinga 4-2-3-1-ə keçdi və bu taktikanı bir növ davamiyyətli etmək üçün də çempionatdakı eksperimentlərə son verib formasiya ilə hardasa 4-2-3-1 taktikasıyla oynayır. Bu taktika komanda müdafiə olunanda siz gözləyə bilərdiniz 4-4-2 və ya 4-5-1 olur, amma əslində baxın bu screenshotda da gördüyümüz kimi 5-4-1 olur. Bunun əsas mahiyyətlərindən biri ondan ibarətdir ki, hər halda Heitinga Slot'dan təsirlənib. Çünki Slot'un da əsas oyun fəlsəfəsi müdafiədə ondan ibarətdir ki, müdafiədə daima rəqibdən +1 və ya +2 oyuncu artıq olmalıdır. Ona görə də məhz müdafiənin birinci fazasında komanda topsuz müdafiə olunanda Heitinga 5-ci oyunçunu istifadə edir. Burada maraqlı gediş əslində komandanın veteranlarından biri olan
olan Wout Weghorst'un roludur. Çünki komanda müdafiə olunanda Weghorst dördlünün mərkəzində yer alır. Nəzərə alsaq ki, o adam sürətli deyil. Onu isə Mika Götze sol cinah vingeri və bəzən isə sağ cinah vingeri Moro əvəz edir hücumun sivri ucunda. Amma əsasən bu Götzedir, çünki Götze'nin həm sürəti var, biz bunu görəcəyik. Üstəlik də ki, ondan əlavə həm də ki, bitirici qabiliyyəti var. Gəlin baxın bir necə misala da baxaq. Burada misal üçün analoji bir situasiyada Götze sürətli əks hücumda iştirak edir. O 15 nömrəli mərkəz müdafiəçisi olan Baasdan uzun topu alır. Çox gözəl şəkildə Baas onu görür bu arada və əlbəttə ki, sonunda Weghorst assistentlik edir. Amma yenə də Götze'un sürətindən komandanın necə, Heitinqanın necə istifadə etdiyini sizə sadəcə olaraq bir qədər göstərmək üçün bu bir neçə misal əl atdım. Komandanın ən vacib oyuncularından biri danışanda ümumiyyətlə sol cinah vingeri olan Götze'la yanaşı mən ümumiyyətlə hücum dördlüsündən danışardım. Komandanın yeganə hələ ki normal səviyyədə işləyən oyun hissəsi, oyun formasiyası məhz rəqibin zonasının yarısındadır. Yəni bir növ Ajax'ın hücum dördlüyüdür. Burada Götze yanaşı Moro var. Moro hələ ki gözlənilən effekti verə bilmir. Bütün mövsüm hələ təzə olsa da adamın cəmi bir asisti var, hansı və sağ cinah vingerindən o qədər də yaxşı deyil. Nəzərə alsaq ki, Götze'un 3 qolu və 4 asisti var və əlbəttə ki, komandanın çox böyük ümidlərlə transfer etdiyi İsrailli futbolçu Oskar Gloch mövsümə bir qədər asta başladı. İlk qolunu PSV Eindhoven ilə vurdu, amma biz birazdan göstərəcəyik ki, necə gözəl qol vurdu. Lakin eyni zamanda artıq onun 4 qolu və 1 asisti var. Bu uğurlu nəticədir, amma hələ də öz haqqını verən və Beşiktaşlı azərkeşlərin də çox yaxşı tanıyacağı personaj, futbolçu əlbəttə ki, Wout Weghorstdur. Weghorst artıq gənc deyil, amma Weghorst daima başını aşağı salıb komandaya kifayət qədər faydalı bir iş amsalı ortaya qoyur. Xatırlayırsa Weghorstun Manchester Uniteddə də yarım mövsümlük bir dönəmi var idi. Günün sonunda haqlı olaraq adamın Premyer Liqa səviyyəsinə uyğun olmadığı qərarı alınıb icarəsini uzatmadılar. Amma yenə də Weghorst öz səviyyəsində dəridən, qabıqdan çıxıb, çox belə rəqabətçil, çox eyni zamanda effektiv bir futbolçudur. Bu ana qədər Weghorstun bütün turnirlərdə 12 oyunda 7 qolu və 1 qol asisti var. Yəni bu kifayət qədər ciddi bir göstəricidir və o ironik olaraq Ajax'ın Çempionlar Liqasında da vurduğu hələ ki yeganə qolun müəllifidir. Həmin qol əlbəttə ki, Chelsea ilə penaltidən vurulmuşdu. Bunu da deməkdə fayda var. Weghorstun universallığı özünü iki şəkildə göstərir. Bir tərəfdən əlbəttə ki, bu Weghorstun fiziki qabaritləri ilə bağlıdır. Olduqca hündür olduğundan rəqib müdafiəçilərini əzib başla çox yaxşı oynayır. Adətən bildiyimiz kimi hündür hücumçular belə müdafiəçilərin arasında yerləşib qol epizodlarına girməyə çalışırlar. Amma Weghorstun halında Weghorst həm yaxında olan, topa yaxın olan iki mərkəz müdafiəçisinin, əgər asma buradan gəlirsə, həm bu müdafiəçi, həm də o müdafiəçi ilə eyni xəttə qalaraq fiziki cəhətdən onları üstələyib qol vurmaqdan çəkinmir. Məsələn, gəlin bu epizoda baxaq. Bu epizoda gördüyümüz kimi rəqib müdafiəçini fiziki cəhətdən sadəcə olaraq əzərək, belə sözü demək düzgündürsə, məcazi mənada qolu vurur və ya bu epizodda gördüyünüz kimi bu Telstar'a qarşı maçda Weghorstun vurduğu qoldur. Amma Weghorst təkcə başla qol vurmur. Weghorstun olduqca effektiv bitiriciliyi var. Məsələn, baxın burada Weghorst Lionel Messi-lik eləyir. Amma Weghorstun daha bir özəlliyi onu Lukaku'ya oxşar edir və əgər aranızda FIFA oynayan varsa, orada bəzən mərkəz hücumçusundan bir növ pas atan kimi, qol pası assistentlik edən futbolçu kimi istifadə edirsən, bir növ divar pası. Və Weghorst bu funksiyonalın öhdəsindən də olduqca məharətli şəkildə gəlir. Bu epizodda məsəl üçün sağ cinah vingeri olan Moronu zərbə mövqeyinə çıxardır. Daha bir epizodda yenə də Moroya pas koridoruna çox gözəl bir pas atır və Moro sol cinah vingeri olan Götze'u qol vəziyyətinə çıxarır, hansı ki sonuncu bu hücumu uğurlu şəkildə tamamlayır. Amma əlbəttə ki biz hücum dördlüyündən danışanda bu kvartetin bəlkə də Weghorst, Götze'la yanaşı ən effektiv üçlüyü olan Oskar Gloch'dan da danışmalıyıq. Gloch böyük ümidlərlə komandaya transfer olunmuşdu və ilk başlarda dediyimiz kimi çətinlik yaşasa da yavaş-yavaş komanda adaptasiya olur. Komandanın əsas ümidlərindən biridir. Gəlin biraz Gloch'un faydalı iş əmsalından danışaq. Məsəl üçün burada da bu epizodda gördüyümüz kimi çox klass səviyyədə bir növ adam sol cinaha çəkilərək qol yaradır. Bu epizodda PSV-yə qarşı, yəni Ajax'ın ən amansız rəqibinə qarşı Gloch çox mükəmməl hərəkəti ilə az qala qol vuracaqdır. Biraz bəxti gətirmir. Lakin sistematik şəkildə öz qolunu məşqçinin effektiv instruksiyasına axtaran Gloch, məsələn PSV Eindhoven ilə
məsələn belə bir qol vurur və burada əsas prinsiplərdən biri nədən ibarətdir ki, adətən əgər Götze sol cinahı və sol yarım cinahda işləyirsə, Oskar Gloxa, John Heitinga bu sistemin daxilində tam azad rəssam rolu verib. Nəzərə alaq ki, son dövrlər azad rəssam rolu bir qədər deqradasiyaya uğrayıb. Yəni bir çox məşqçilər çox sistematik olaraq 10 nömrələrindən konkret məsələlərin, konkret tapşırıqların yerinə yetirilməyini istəyir. Amma bu mənada Heitinga hücum fazasında Gloxa sərbəstlik verir. Gəlin indi komandanın zəifliklərindən danışaq və əlbəttə komandanın zəiflikləri həddindən artıq çoxdur və boş-boşuna deyil ki, bu dəqiqə Heitinganın istefa məsələsi gündəmdədir. Twente ilə maçda komanda qələbə qazanmasaydı, hətta deyir məğlub olsaydı %100 Heitinganın gedəcəyini Niderland mətbuatı bildirirdi, daha doğrusu göndəriləcəyini bildirirdi. Lakin bəlkə də Qalatasarayın bəxti onu da gətirdi ki, Heitinga istefaya göndərilmədi. Çünki bilirsiniz ki, ən uğursuz ssenarilərdən biri sən formada olmayan bir komanda ilə qarşılaşırsan, həmin komandada məşqçi dəyişir və məşqçi dəyişəndən sonra adrenalində komanda uğurlu nəticələr verməyə başlayır. Ona görə bizim özümüzün Qarabağın Ajaxla ev oyunu, hansı ki bizim üçün ən vacib fundamental oyunlardan biri olacaq, dekabrın əvvəlindədir və biz ümid edək ki, indidən ki, həmin dövrdə də Heitinga hələ belə xaotik şəkildə gedişini davam etdirər. Yəni nə komandanı düzəldər, eyni zamanda nə də işdən qovular. Çünki yenə də dediyim kimi Ajax öz heyətinə görə bu qədər pis çıxış etməməlidir və bu pis çıxışın əsas səbəbi əslində Heitinganın oyun instruksiyalarıdır. Gəlin bunları bir-bir başa düşməyə çalışaq misalların dili ilə. Ajaxın problemləri nədən ibarət? Ajaxın problemi, iki problemi var belə deyək, ciddi şəkildə. Hətta bunları kornerlərdə əlavə etsək 3 problemi var, amma oyun elementində Ajaxın ən böyük problemi ondan ibarətdir ki, Ajax əgər müdafiədən paslarla çıxmağa çalışırsa, buna görə dəfələrlə cəzalanır və bu o qədər də uğurlu getmir. İkinci məsələ Ajaxın çox bəsit, elementar bir növ naiv man markingidir. Məsələn, Ajaxın futbolçuları Heitinganın tapşırığına görə meydanın bütün zonalarında rəqibi man markinglə adam tuturlar ki, rəqib neytrallaşdırılsın. Amma rəqib də bunu çox yaxşı başa düşərək bu priyomu onun özünə qarşı çevirir. Gəlin ən böyük örnəklərdən biri Marcel ilə oyuna baxaq. Məsəl üçün burada görürük ki, Marcelin mərkəz hücumçusu olan Aubameyang Ajaxın mərkəz müdafiəçisini özünə çəkir ki, arada yaranmış fərqdən, yəni bu boşluqdan bir növ istifadə edən sol cinah vingeri Paixão qol epizodu ilə qapıçı ilə bir növ təkbətək qalsın və bu da baş verir və əlbəttə ki, adam bu epizoddan maksimum yararlanır. Daha bir problem, məsəl üçün daha bir qol Marcel oyunda, bu qolun səbəbkarı yenə də müdafiədən çox effektiv şəkildə pasla, qısa paslarla çıxmaq cəhdidir və buna görə də komanda cəzalanır və Marcel maraqlıdır ki, 3-cü qolda da Mason Greenwood necə bu qolu vurdu. Onu personal şəkildə mark edən futbolçudan bir növ yarım cinaha çəkilməklə, sağ yarım cinaha çəkilməklə adam bir növ özünü man marking edən futbolçudan canını qurtarır, boşluq yaradır və bu boşluğu da maksimum dəyərləndirərək növbətdə fərqlənir. Gördüyünüz kimi Marcel ümumiyyətlə bir növ yoldaşlıq görüşü keçirərək Ajaxı darmadağın etdi. Hər hansı bir müqavimətdən, hər hansı bir rəqabətdən həmin maç söhbət getmədi və həmin maçdan sonra Heitinganın ilk dəfə istefası gündəmə gəldi. Çünki elə biabırçı, üssüz şəkildə məğlub olmaq hər kəsi yandırar və bu bir mənalı şəkildə məşqçinin boynuna yazılmalı olan bir maç idi. Çünki Heitinga oyunun bütün instruksiyalarında çox kobud səhvlərə yol verdi və bunun da sistematik xarakter daşıdığını nəzərə alaraq Heitinganın əslində Ajaxa baş məşqçilik edəcək səviyyədə olmadığı söhbətlər gedir və əlbəttə ki, əfsanəvi Niderland məşqçisi Frank de Boer'la müqayisə olunmağa başlayıb artıq. Gəlin man markingdə olan problemlərdən yenə də danışmağa davam edək və bu dəfə artıq Niderland çempionatına qayıdaq. Baxın, öz oyunçusunu itirir. Ajaxın müdafiəçisi və qapıya belə bir qol gəlir. Və burada isə Heitinganın daha bir uğursuz məşqçi işi Sparta Rotterdamla komanda 3-3 bərabərə qaldı və burada da arxadan oynamağa, arxadan çıxmağa çalışır. Komanda effektiv şəkildə rəqib topu qapır və çox rahat şəkildə öz mövqelərində olmayan, yəni İngiliscə buna out of position deyir, olan Ajax müdafiəsini yararaq qol vurur. Və bəzən Heitinga biz demişdik ki, 5-4-1 sistemi ilə müdafiə olunur, amma komanda hücum edəndə topu itirdiyi fazada nə edəcəyini, necə 5-li müdafiə blokuna oturacağını bilmir. Məsələn, gəlin bu epizoda biraz daha da dərinə gedərək incələməyə çalışaq və görək ki, necə bu Ajaxda alınmır. Məsəl üçün, birinci olaraq Ajaxın hücum üçlüyünə baxaq. Hücum üçlüyü kimi pres edir? Burada boşluq var, yəni topla olan oyuncuya ümumiyyətlə hər hansı bir təzyiq yoxdur və iki oyuncu, əgər bir oyuncu belə təzyiq edərsə, iki oyuncu sadəcə boşda qalıb. Burada isə görürük ki, bir qısa pasla, sadə bir pasla həmin Ajaxın 5-li müdafiə oturmaq istəyən, amma hazırda 3-4-3 formasiyasında olan
o iki xətti necə rahat şəkildə yarılır. Bunu hardaysa Xarayquzarın Qarabağla maçda Gorka Gruzete atdığı pas oxşatmaq olar ki, necə bir pasla bütün müdafiə xəttini yarırsan, amma Heitingada bu qorxulu tendensiya ilə təkrar olunur və daha bir Sparta qolu. Burada Ajax 4-4-2 formasiyasında müdafiə olmağa çalışır, amma yenə də 4-4-2-də problem nədən ibarətdir ki, burada xatırlayırsınız demişdik ki, slotdan Heitinga öyrənib adətən 5-ci adamı əlavə 1 və ya 2 oyuncu saxlamağa çalışır müdafiənin birinci xəttində, amma burada 1-1-dir harda sonuçlar və 1-1 o deməkdir ki, əgər 4-4 varsa, sadəcə olaraq bir oyuncunu driblinqə və ya sürətli pasla neytrallaşdırmaq ona gətirib çıxarır ki, rəqib sənin qapında say üstünlüyünə malikdir. Ümumiyyətlə, rəqibi heç say bərabərliyində qoymaq olmaz. Burada isə əlbəttə ki, say üstünlüyü Sparta kimi ortabab Niderland komandasının Ajaxın qapısına qol vurması ilə nəticələnir. Və əlbəttə ki, bütün bunlar təkcə bizim deyil, ilk öncə Heitinganın başını çox ciddi şəkildə ağrıdır. Baxın, daha bir top itkisi və burada Heitinganın reaksiyasına. Amma bu günlər Heitinganın reaksiyası daha çox belədir. Bu PSV Eindhoven ilə PSV oyunun sonunda ikinci qol vurduqdan sonra artıq yəqin ki, John fikirləşməyə başlayıb ki, komanda yenə də məğlub olacaq. Düzdür, oyunun sonunda Ajax oyunu xilas edərək səfərdən bir xalla gəlir. Amma yenə də Heitinganın bir növ Ajaxdakı qısa məşqçilik karyerasını bu iki kadrla əslində tam simvolizə etmək olar. Uzun sözün qısası problem nədən ibarətdir? Ajax top itirdiyi halda rəqibi öz zonasında pressing etməyə çalışır. Bu pressing işləmədikdə və hansı ki, əksər hallarda işləmir. Çünki bayaqki nümunədə də biz göstərdik ki, misal üçün 3 futbolçu rəqibə pressing etməyə çalışır, amma onlardan cəmi biri rəqibə pressing edir. O biri ikisi isə sadəcə boşdadır, meydanın ortasındadır. Onların yaxınlığında hər hansı bir rəqib futbolçu yoxdur ki, rəqibin pas kanalını blok etsin. Və bu da nə ilə nəticələnir? O ilə nəticələnir ki, Ajaxın birinci fazada belə pressingi effektiv deyil və birinci fazada effektiv olmadıqda Ajaxın zonasına top gələndə, hansı ki, və bu da çox tez-tez baş verir, komanda çox çətin vəziyyətə düşür və bu əlbəttə ki, birbaşa olaraq məşqçinin boynuna yazılmalıdır. Digər tərəfdən əlbəttə ki, bəzən belə effektiv pressing öz bəhrəsini verir. Məsələn, gəlin rəqib Telstar, hansı ki, Niderland çempionatında yenicə Erediviziyaya yüksəlmiş bir komandadır. Belə bir səviyyəli rəqiblə, məsələn, burada gördüyümüz epizodda olduğu kimi bu bəzi hallarda işləyir. Amma mən inanmıram ki, Qalatasaraya qarşı, əgər Qalatasarayın oyun planı ciddi olacaqsa, hansı haqqında ki, biz birazdan danışacağıq, bu işləyəcək. Çünki yenə də rəqibin səviyyə fərqi hər şeyi burada müəyyən edir. Digər tərəfdən Ajaxın qəribə anomallıqlarından biri əlbəttə ki, kornerlərə qarşı olan həssaslığıdır. Mən sizə sadəcə olaraq bir neçə kornerdən komandanın buraxdığı qolu göstərmək istəyirəm. Baxın bu epizoda. Və bu epizodda isə uzaq dirəyin yanında olan oyuncunu heç kim tutmur və çox asan bir qol buraxır komanda. Və ya Interlə maçda Markus Thuramın vurduğu 2 başla qol, hansı ki, maçın taleyini həll etdi. Baxın, burada birinci qoldur, bu isə ikinci qoldur. Və Qalatasarayın yaxın dostu olan Azal Kmarın da kornerdən vurduğu qola baxın. Burada isə son anda komanda qoldan xilas olunur. Amma ümumilikdə götürsək, Ajax standartlardan bu mövsüm artıq 7 qol yeyib. Bu da anormal şəkildə çox böyük bir rəqəmdir. Əlbəttə ki, buna birbaşa Heitinga məsuliyyət daşımasa da, amma yenə də bu onun məşqçilər ştabından çıxan bir şeydir. Ona görə dolayısı yolla bütün bunların hamısı məsuliyyəti ondadır. Və bütün bunlar bizi nəyə gətirir? Galatasaray Ajaxla necə oynaya bilər? Galatasaray Ajaxı necə eksploatasiya edə bilər? Gördüyümüz kimi Ajax bu dəqiqə belə Azərbaycan dilində, loru dildə desək, yeyilməli olan bir çörəkdir. Çox rahat deməzdim. Çempionlar Liqasıdır, səfər oyunudur. Necə ki, Atletik Bilbao Qarabağla maça çıxanda bu Bilbao üçün 2 məğlubiyyət almış Bilbao üçün nədənsə yapışmaq üçün son şansı idi. Analoji olaraq biz Ajaxa da bunu aid edə bilərik. Nəzərə alaq ki, Ajax hazırda vurulan, buraxılan topların fərqinə görə 1 qol vurub 11 qol buraxıb və komanda 36-cı yerdədir 0 xalla. Bu maçda nəsə qopararsa, hətta 3 xal qopararsa belə demək olmaz ki, Ajax 12 xal yığaraq play-off'a qatılacaq. Amma Ajaxın bir növ şərəfi üçün bu çox vacib oyundur. Bu oyuna qədər çox güman ki, Heitinga komandanın baş məşqçisi qalacaq. Əgər Heerenveendən belə məğlubiyyət olarsa, halbuki bu anormal sayılacaq. Galatasaray Okan Burukun artıq bir məşqçi kimi də nə qədər çox öyrəndiyini göstərir. Misal üçün, ötən mövsüm xatırlayırsa, Okan Buruk hətta 2 mövsüm öncə belə Galatasarayın bəlirli oyun siması var idi.
komanda amansız şəkildə rəqibi öz zonasında, xüsusilə müdafiənin cinahlarında pressing edir. Pressing alınmazsa orta bloka oturur və bunu da çox asan şəkildə rəqiblər çözmüşdü. Mənə görə ən belə bariz nümunəsi bunun Young Boys'la və Azalkmarla olan oyunlar idi. Amma bu mövsüm Liverpool ilə misal üçün birinci hissədə bir qədər basketbol oyunu getsə də, ikinci hissədə Qalatasaray 5-4-1 taktikası ilə müdafiəyə qapandı və effektiv şəkildə Liverpoolun hücum kəsərini zərərsizləşdirdi. Budo Glimtlə oyunda Budo Glimti ilk fazada çox ciddi pressingə məruz qoyurdu. Budo Glimt də Ajax kimi, amma Ajaxdan daha yaxşı, bu mövsümki Ajaxdan az daha yaxşı öz qapısından pasla çıxa bilən bir komandadır. Knudsen bunu sevir. Heitinga özünü əla bir məşqçi kimi göstərmək üçün bir növ o Pep Guardiola üslubunda müdafiədən pasla çıxmağa tərcih edir. Amma mənim fikrimcə şəxsən Ajax bu oyun fərqli bir futbol sərgiləyəcək. Əslində Ajax bunun cücərtlərini Chelsea ilə də göstərməyə çalışırdı. Məsələn, necə Qalatasaray birinci turda Eintracht darmadağından sonra artıq müdafiədən pasla çıxmağın başını buraxıb uzun toplara üstünlük verməyə başladı. Eyni şəkildə Chelsea ilə cəhdlər var idi, amma erkən qırmızı kart əlbəttə ki, bizə mane oldu ki, Ajaxın Heitinga'nın adaptiv planını biz görə bilək. İkinci tərəfdən hələ də müdafiə hansı taktika ilə oturmağı başa düşə bilməyən Heitinga məncə bu dəfə 5-4-1 taktikası ilə bunu edəcək və oyuna çıxmaq taktikası çox güman 4-2-3-1 olacaq. Baxmayaraq ki, onun əsas dəyərli müdafiəçilerindən biri qırmızı karta görə bu oyunu buraxır. Bu da əlbəttə ki, Galatasarayın qarşısını almaq cəhdidir. Galatasaray Ajax maçda hardasa Liverpool və Budo Glimtlə olduğu effektivliyi göstərsə, yəni komanda qısa paslarla daima müdafiədən çıxması, hardasa orta paslarla meydanın mərkəzinə topu daşımağa mümkün qədər tez cəhd etsə, orada Ajaxı çox ciddi şəkildə yaralaya bilər. Ajaxın yeganə oyun ssenarilərindən biri ondan ibarətdir ki, uğurlu ssenari komanda müdafiə olunur, komanda qəhrəmancasına sistemli bir orta və aşağı bloka oturur Qalatasaraya qarşı, topu Qalatasaraya verir. Əks hücumlarda komandanı daim cəzalandıracaq Götze var və ya Gloch var. Nəzərə alaq ki, Weghorst biraz asta hücumçudur, yaşlı hücumçudur, hündür hücumçudur. Ona görə o hücumun ikinci dalğasında daha çox gəlir. Amma yenə də Ajaxın Qalatasaraya qarşı o qədər də çox silahı olmasa da mən dediyim bu ssenari ilə Qalatasaraya qarşı effektiv bir oyun sərgiləyə bilər. Amma Qalatasaray ilk qol vurarsa, artıq krizisdə olan Ajax bir qədər də riskə gedərək həm tamaşaçıların, həm klub rəhbərliyinin təzyiqi, tamaşaçıların təzyiqi meydanda olacaq, klub rəhbərliyinin isə təzyiqi indidən var. Ona görə də Heitinga bir qədər də riskli addımlar ataraq oyunu aça bilər. Qalatasaray'a lazımdır ki, Ajax oyunu açsın. Çünki bu dəqiqə hər iki komanda müqayisə eləsən, oyun tərzinə görə, həm performansına görə, həm də ki, heyətin öz keyfiyyətinə görə birə-bir Qalatasaray daha üstün komandadır. Və ümid edək ki, Qalatasaray əlinə düşmüş belə bir fürsətdən, yaralı bir, zəifləmiş bir rəqibi əzmək fürsətindən maksimum yararlanacaq və bu dəfə Niderlanddan bizim hamımızı sevindirərək Fenerbahçalılar istisna olmaqla əlbəttə ki, üzüağ dönə biləcək. Sizin fikrincə uzun müddətdən sonra Qalatasaray Avropa səfərindən qalibiyyətlə qayıda biləcəkmi? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Videonu bəyəndinizsə əlbəttə ki, like edin və kanalımıza abunə olun ki, belə videoları izləyəsiniz.